Azərbaycanda satılan iPhone 17 Pro-nun rəngi dəyişib. Ötən həftə bir xəbər çıxdı. Baku Elektroniksə satılan bir iPhone 17 Pro-nun rənginin narıncıdan çəhrayıya döndüyünü deyirlər. Lakin problem bu dəfə həqiqətən də Apple-ın özündən gəlir. iPhone 17 Pro-lar çıxandan 20 gün sonra bir paylaşım gündəmi zəbt etdi. Apple-ın özünün satdığı onlarla narıncı iPhone-ların rəngi çəhrayılaşmışdı. Apple 17 Pro-larda titaniumdan alüminiuma qayıtdı. Alüminium üzərində işlətdikləri kəskin narıncı boya bəzi partiyalarda metalda oksidləşməyə imkan verdiyi görüldü. Apple özünü sığortalaya bildi. İstifadəçi təlimatlarında iPhone-u təmizləmə qaydaları deyə bir başlıq var idi. Ən yuxarısında detallı təmizləmə şərtləri yazılmışdı. Beləliklə kosmetik zədə onsuz da istifadə zamanı yaranmışdı deyə zəmanəti əhatə etməyə bilərdi. Ona görə çalışın narıncı iPhone işlədərkən kimyəvi təmizləyicilər, bezlər və hətta nəmdən belə qoruyasınız. Azərbaycanda baş verən bu rəng etmə hadisəsində isə Baku Elektroniksin heç bir günahı yox idi.